Değerli dövlət qulluğuna və magistra hazırlaşanlar, bu analogiya sualı 22 iyul 2025-ci ildə dövlət qulluğuna qəbul imtahanında düşmüş sualdır. Gəlin izahına bir yerdə baxaq. Görək necə bir analogiyadır. Su, külək, qar. Bu istiqamətdə baxsaq, tsunami, tufan. Deyərik ki, belə fikirləşək də. 3 dənə su, külək, qar. Sonra isə təbii fəlakət verib də. Tsunami, tufan. Mən də fikirləşirəm ki, 3 dənə su, qar, külək, bunlar bir obyekt olaraq fikirləşsək, bunlar da təbii fəlakətlər olaraq fikirləşsəm, qalaram nəyin? Zəlzələ ilə Nutqun arasında da, düzdür? Bəs necə? Hansı olar? Onda gəlin belə baxaq. Belə ardıcıl baxanda bir şey çıxmırsa, qarşı-qarşıya baxmağı yoxlayın. Suyun qarşısında nə durub? Tsunami, düzdür? Belə fikirləşin də, tsunamiyə nə səbəb olur? Su səbəb olur da. Küləyin qarşısında nə durub? Tufan. Güclü külək tufana səbəb olur da, düzdürmü? İndi qar. Nəyə səbəb olar? Zəlzələyə yoxsa uçquna? Uçquna səbəb olar da. Bu məntiqlə uçqun variantını doğru götürürük. Qəbul suallarının PDF-ni əldə etmək istəyirsiniz.